Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Muhammedin ve alihi mehsusin bi taharetil ve tenzih. Amma ba'd. Ve kul Rabbi zidni ilmen. Ve de ey Rabbim benim ilmimi artır. Ed-dersu sadisu. 6. ders. Abyadu ağ, asvadu qara. Haza kitabun abyadu. Bu ağ kitabdır. Haza kitabun asvadu. Bu qara kitabdır. Haza qalamun abyadu. Bu ağ qalemdir. Haza qalamun asvadu. Bu qara qalemdir. Haza varaqun abyadu. Bu ağ varaqdır. Haza varaqun asvadu. Bu qara varaqdır. Haza kitabun abyadu. Bu ağ kitabdır. Haza kitabi. Bu mənim kitabımdır. El-kitabu abyadu kitabi. Ağ kitab mənim kitabımdır. Haza kitabu asvadu. Bu qara kitabdır. Haza kitabun sadiqi. Bu mənim dostumun kitabıdır. El-kitabu asvadu kitabu sadiqi. Qara kitab mənim dostumun kitabıdır. Haza qalamun asvadu. Bu qara qalemdir. Haza qalamun sa'idin. Bu Seyidin qalemidir. El-qalamul asvadu qalamu Seyidin. Qara qalem Seyidin qalemidir. Haza varaqun abyadu. Bu ağ varaqdır. Haza varaqun Muhammedun. Bu Muhammedin varağıdır. El-varaqul abyadu varaqun Muhammedin. Ağ varaq Muhammedin varağıdır. Yedi fevqal kitabi vel kitabu fevqal mindadati. Mənim əlim kitabın üstündədir. Kitab isə stulun üstündədir. El-qalamul fevqal kitabi. Qələm kitabın üzərindədir. Diqqətlə şəkillərə də baxın. Biz oxuduqca siz də oradakı şəkillərə də baxsınız, görəcəksiniz. Es-saatu fevqal kitabi vel kitabu fevqal minzadati. Deyir ki, saat kitabın üzərindədir, kitab isə stolun üzərindədir. Yedi təhdəl kitabi. Mənim əlim kitabın altındadır. Es-saatu fevqal kitabi vel kitabu tahtal minzadati vel qalamu vet davatu vel kitabu fevqal minzadati. Saat kitabın üzərindədir. Kitab isə stulun altındadır. Qələm, mürəkkəb qabı və kitab stulun üzərindədir. El-kitabu fevqal kursiyyi vel kursiyyu tahtal minzadati. Kitab stulun üzərindədir. Stul isə stolun altındadır. Aynə hara və harada mənasını bildirir. Li-suali anil məkani. Məkan üçün sual formasında işlənilir. Aynə yedi. Mənim əlim haradadır. Aynəl kitabu. Kitab haradadır? Aynə qələmu, qələm haradadır? Aynə saatu. Saat haradadır? Aynə davvatu. Mürəkkəb qabı haradadır? İndi isə gəlin biz lüğətlə tanış olaq, lüğəti oxuyaq. Əbyadu, ağ, əsvədu, qara. Ərəb dilində əl artıqlı sözü müəyyənlik qazandırır. Yəni onu xüsusi bir isimə çevirir. Məsələn, kitab sözü ümumi bir kitabı ifadə edərkən, əl-kitab dedikdə isə
konkret bir kitab nəzərdə tutulur. Bu ingilis dilindəki the artikliyasına bənzəyir. Yəni ki, əl artikliyasının xüsusiyyəti bundan ibarətdir. Fəvqə üzərində, təhtə altında, əynə harada. Təmrinu dərs sədisi 6-cı dərsin tapşırığı. Burada verilən tapşırıqları cavablandırın. Burada tapşırıqda gördüyümüz nöqtələrin yerini doldurun. Bu da suallara cavab verin. Burada suallar verib, bu suallara da cavab verin.